Xudavəng monastırı Kəlbəcər rayonunda, Vəng kəndi ərazisində yerləşən qədim Alban məbədi kompleksidir. Bizim eranın ilk əsrlərində yaranmış kiçik kilsənin yerində sonralar monastırın ən qədim tikililərindən biri olan bir nefli bazilika ucaldılmışdı. Monastırın əsası 6-7-ci əsrlərdə qoyulmuşdu. Kompleksdə Alban yepiskopunun iqamətgahı və dini maarif mərkəzi fəaliyyət göstərmişdir. 13-cü əsrdə monastır yenilənmiş, əlavə tikililər inşa edilmişdir. Xudavəng apostollar dövrünə aid ən erkən Alban xristian dini abidələrindəndir. Xudavəng monastırına dini və dünyəvi xarakter daşıyan ondan çox tikililər daxildir. Həmin tikililər müxtəlif tarixi dövrlərdə müxtəlif şəxslərin sifarişi və himayəsi ilə inşa edilmişdir. Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə dünya əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınmış Xudavəng monastırı ilk dəfə Azərbaycan SSR Nazirlər Sovetinin 2 aprel 1968-ci il tarixli 140 nömrəli qərarı ilə dövlət tərəfindən mühafizə olunan abidələrin siyahısına daxil edilmişdir.